Yahudilərin digər bir iddiası da budur ki, bizə qarşı Holokost həyata keçirilib, buna görə də bizim mütləq bir dövlətimiz olmalıdır. Bizim onlara cavabımız budur ki, sizə qarşı Holokostu Fələstinlilər mi həyata keçirib? Niyə görə Holokostun bədəlini Fələstinlilər ödəməlidir? Həmçinin sizə qarşı Holokostu həyata keçirən ölkələr sizə öz ölkələrində balaca bir dövlət qurmağa da şərait yaratsınlar. Yəni gedin Almaniyadan və yaxud sizə himayədarlıq edən Amerikadan ərazi istəyin, sizin üçün öz ölkələrində bir muxtar dövlət yaratsınlar. Yəni sizə qarşı Holokostun baş verməsi sizin Fələstini işğal etmənizə haqq qazandırmır. Eyni zamanda sizə qarşı Holokostun baş verib vermədiyi də bir iddiadır. Bunu dəqiq araşdırmaq istəyənləri bir-bir həbs edirsiniz və həmçinin bütün dünya bilir ki, 2-ci Dünya müharibəsində 50 milyon insan dünyasını dəyişib və bunlardan 6 milyonunun Yahudi olduğunu iddia edib bütün dünyanı bir-birinə qatırsınız. Bəs yerdə qalan 44 milyon insan deyilmi?